Salam değerli izləyicilər, Dimin 20 sınav kitabçasından 3-cü mövzunun testlərini izah edəcəm. Başlayaq birinci sualla. Hadisə nəticə əlaqələrinin doğru verildiyi bəndi müəyyən edin. Səfəvi qoşunlarının Çaldıran düzündə məğlub olması, Mosula qədər şərqi və cənub-şərqi Anadolu torpaqlarının Osmanlıların əlinə keçməsi. Bəli, 1514-cü ildə baş vermişdi bu döyüş. Nəticədə Osmanlılar qalib gələrək Səfəvi torpaqlarının bir hissəsini ələ keçirmişdilər. Çıldır döyüşündə Osmanlı qüvvələrinin qalib gəlməsi 1578. Şərqi Gürcüstan itirildi. Osmanlı qoşunu Şirvanı ələ keçirdi. Bəli, bu da doğrudur. Sufyan döyüşündə Səfəvi qoşunlarının qalib gəlməsi bu 2 dəfə olubdu bu döyüşdə. Sufyan döyüşü. Birində 1585-də Səfəvilər məğlub olur. 1605-ci ildə isə Səfəvilər qalib gəlibdi. Loru Tiflis qalaları tutuldu. Qərbi Gürcüstan və Dağıstan yenidən Səfəvi dövlətinə tabe edildi. Loru Tiflis düzdür. Gürcüstanın isə şərqi, qərbi yox, şərqi olacaq. Dağıstan yenidən Səfəvi dövlətinə tabe edilir. Bir dənə qərbinə görə bu da səhv olacaq. Krım xanlığının qoşunlarının Molla Həsən adlı yerdə baş verən döyüşdə məğlub olması 1578. Dərbənddən başqa bütün Şirvan ərazisi azad edildi, doğrudur. Şərur döyüşündə Qızılbaşların qalib gəlməsi 1501. Səfəvilər dövləti hələ dövlət deyildi, ona görə də bu səhv olacaq. Ağqoyunlu Əlbənd Mirzənin hakimiyyəti altında olan əraziləri ələ keçirdi. Səfəvilər və yaxud Ərdəbil hakimliyi yazsaydı doğru olardı. Doğru cavab 1, 2, 4. Yəni cavab olacaq burada 1, 2, 4 B bəndi. 1724-cü ildə İstanbulda və 1812-ci ildə Buxarestdə imzalanmış müqavilələrin ümumi cəhətini müəyyən edin. Osmanlı dövləti, demək İstanbul müqaviləsi Rusiya ilə Osmanlı arasında, Buxarest müqaviləsi də Rusiya ilə Osmanlı arasında imzalanmışdı. Osmanlı dövləti Cənubi Qafqazdakı Rus işğallarını tanımağa məcbur oldu. Bəli, 24-cü ildə Ruslar Xəzər sahili əraziləri işğal etmişdi. Qalan ərazi Osmanlıya keçirdi, Azərbaycan torpaqları. Onu Osmanlı tanıyır, Xəzər sahili ərazilərinin işğalını. 1812-ci ildə isə artıq Buxarestdə imzalanmış müqavilə ilə Rus Qacar müharibəsi dövründə, 1-ci Rus Qacar müharibəsi dövründə işğal edilmiş xanlıqların Rusiya tərəfindən işğalını tanıyır Osmanlı. Burada da bizdən nəyi soruşur? Ümumi cəhət doğru cavab A bəndi olacaq. Digər variantlara baxaq, niyə olmaz? Rusiya Xəzəryanı torpaqlar istisna olmaqla Azərbaycan böyük hissəsinin Osmanlı dövlətinə verilməsinə razılıq verdi. Bu təkcə İstanbula aiddir, ona görə səhvdir. Buxarestdə yoxdur. Tiflis və Dağıstan daxil olmaqla Araz çayından şimalda olan ərazilər üzərində Osmanlı hakimiyyəti Rusiya tərəfindən təsdiq edildi. Araz çayından şimalda olan ərazilər üzərində Osmanlı hakimiyyəti Rusiya. Belə bir müqavilə olmayıb. Rus tacirlərinin Səfəvi dövləti ərazisində sərbəst və gömrüksüz ticarət imtiyazları təsdiq olundu. Bu Səfəvilərlə Ruslar arasında imzalanmış müqavilələrdir. Osmanlıya aidiyyəti yoxdur, bu müqavilələrə aidiyyəti yoxdur. Rusiya tərəfi işğal altında olan Xəzərboyu əyalətlərin Osmanlıya ilhaq edilməsini təsdiq etdi. Belə bir hadisə də heç vaxt olmayıbdır. 3-cü sualla davam edirik. Mərkəzi hakimiyyət zəiflədi. Mərkəzi hakimiyyət zəiflədi və dövlət xəzinəsi boşaldı. Qızılbaş əmirləri ölkəni istədikləri kimi idarə etməyə başladılar. Qızılbaş tayfaları arasında çəkişmələr gündən-günə artdı. Göstərilənlərin hansı Səfəvi şahının hakimiyyəti dövrünə aid olduğunu müəyyən edin. Elə bir hadisə Şah Məhəmməd Xudabəndənin taxta çıxması ilə baş veribdi. 1578-87-ci illərdə hakimiyyətdə olubdu. Məhəmməd Xudabəndə, Qızılbaş əmirləri ölkəni istədikləri kimi idarə edirdilər. Tayfalar arasında çəkişmələr. Məhəmməd Xudabəndə gözləri zəif görürdü, kör kimi idi və dövləti əsasən arvadı Məhdi Ulya idarə edirdi. Qalanlarına ehtiyac yoxdur şərh verməyə, çünki təkcə Məhəmməd Xudabəndənin dövründə belə bir hadisə olmuşdu. Şah 1-ci Təhmasibin dövrü taxta çıxdığı ilk illərdə az yaşlı olduğuna görə daxili çəkişmələr olur Qızılbaş tayfaları arasında. Amma bu gündən-günə artır, ölkəni istədikləri kimi idarə etməyə başladılar. Yəni bu Təhmasibin bütün hakimiyyəti dövrü üçün biz bunu deyə bilmərik. Sonra 4-cü sual. 18-ci əsrin 20-ci illəri və 30-cu illərinin əvvəllərində Osmanlı hakimiyyəti dövründə Azərbaycanda aqrar sahədə baş vermiş dəyişiklikləri müəyyən edin.
Deməli bizdən soruşur Osmanlı hakimiyyəti dövrünü, bir də aqrar sahədə, yəni torpaqlarla bağlı məsələləri soruşur. Divan və xas torpaqları ümumi dövlət torpaqları adı altında birləşdirildi. Bu doğru olacaq. Xidmət müqabilində Osmanlı sərkərdələrinə bəylik və ağalıq adlanan şərti torpaqlar verilirdi. Osmanlı yox, yerli bəylərə verilirdi bu torpaqlar, bəylik və ağalıq. Ona görə səhvdir. Sancaq və vilayətlər üçün vergi qanunnaməsi tərtib edildi. Bu var idi, amma vergi olduğuna görə biz götürməyəcəyik. Torpaqla bağlı olan məsələləri götürməliyik. Əhalinin güzəranını yaxşılaşdırmaq üçün bəzi vergilərin yığılması müvəqqəti olaraq dayandırıldı. Bu da torpaqla bağlı deyil, vergi ilə bağlıdır. Aqrar sahəyə aid deyil. Osmanlı hakimiyyətini dəstəkləyən torpaq sahiblərinin mülkiyyət hüququna toxunulmadı. Bəli, bu da doğrudur. Osmanlı dövründə belə bir hadisə olubdur torpaqla bağlı. 1-5 doğru cavab D bəndi olacaq. 5-ci sual. Kirmanşah müqaviləsindən fərqli olaraq Rəşd müqaviləsinə aiddir. Kirmanşah da 1732-dir, Rəşd də 1732. Sadəcə burada Səfəvilərlə Osmanlı arasında, burada isə Rusiya arasında imzalanmışdır, Səfəvilərlə Rusiya arasında. Səfəvi ərazisində Osmanlı tacirlərinin, demək bizdən Kirmanşahdan fərqli olaraq Rəşdi soruşur. Səfəvi ərazisində Osmanlı tacirlərinin toxunulmazlıq hüququ əldə etməsi, qeyd etdik bu Rusiyaya aid olanları soruşur. Kürdən cənubda olan Xəzəryanı ərazilərinin Rusiya dövlətinə geri qaytarılması, Rusiya Səfəvi dövlətinə geri qaytarılmalı idi. Rus tacirlərinə güzəştli şərtlərlə ticarət etmək hüququnun verilməsi, bəli, bu doğru olacaq. Demək olar ki, Səfəvi Rusiya arasında bütün müqavilələrdə Rus tacirlərinə güzəştli ticarət edilməsi hüququ verilmişdir. Bunu yadda saxlamaq lazımdır. Rus tacirlərinin Qacarlar dövləti ərazisində gömrüksüz ticarət imtiyazlarının təsdiq olunması, Qacarlar dövləti hələ yaranmamışdı. Araz çayının Səfəvi və Osmanlı dövlətləri arasında sərhəd xəttinə çevrilməsi, bu da Kirmanşaha aiddir, Rəşdə yox. Doğru cavab C. 6-cı suala baxaq. 6, 7, 8. Qazi sufi dəstələri hərbi qaydada təşkil olunmağa başlandı. Başlarına 12 qırmızı zolaqlı çalma qoyduqları üçün qızılbaşlar adlandı. Göstərilənlərin ilk dəfə həyata keçirilmişdi. Bunu Şeyx Heydər etmişdi. Yəni faktoloji sualdır, bunu bilmək lazımdır. Səfəvilər Ağqoyunlu qoşunu ilə döyüşdə məğlub edildi. Ağqoyunlular yenidən Ərdəbili zəbt etdilər. Göstərilənlərin aid olduğu döyüş. Ağqoyunlular Səfəviləri 2 dəfə əsas döyüşdə məğlub ediblər. Biri 1488 Şeyx Heydərin öldürüldüyü Şahdağ döyüşüdür. O birisi isə 1494-cü ildə Şəməsi döyüşüdür. Bu bizdən soruşur ki, yenidən Ərdəbili zəbt etdilər. Demək ki, ikincini soruşur. Şəməsi döyüşü 1494-cü ildə. Xronoloji ardıcılığı müəyyən edin. Bakıda komendant idarə üsulunun tətbiqinə başlanması. İlk dəfə Bakıda 1723-cü ildə işğal ediləndən sonra Pyotrun dövründə Baryatinski tərəfindən idarə edilirdi komendant. İrəvan və Naxçıvan xanlıqlarının ləğv olunması 1828-də ləğv olunur. Qondarma erməni vilayəti yaradılır. Quba xanlığında yerli bəylərdən ibarət əyalət şurasının yaradılması 1806 xanlıq işğal ediləndən sonra Şamaxı və Lənkəranda xanlıq idarə üsulunun bir müddət bərpa olunması. 2-ci Rus-Qacar müharibəsində 1826-cı ildə xanlar yenidən gəlirlər, hücum edirlər, əhali də üsyan qaldırır və ruslar oradan bir müddət, qısa müddətlik qovularaq xanlıq idarəsi bərpa edilmişdir. Ardıcıllıq olacaq. 1, 3, 4, 2. 1, 3, 4, 2, Y bəndi. 9-cu suala baxaq. Uyğunluq 16-cı əsr Ərdəbil hakimliyi Səfəvilər dövləti. Şəməsi döyüşündə deməli biz bilirik ki 1501-ci ildə Ərdəbil hakimliyi başa çatır və Səfəvilər dövləti yaranır yerində. Şəməsi döyüşündə Şeyx Sultanəlinin öldürülməsi Ərdəbil hakimliyinə aiddir, amma 1494-dür, yəni 16-cı əsr deyil. Ona görə səhvdir. Şərur döyüşündə Ağqoyunluların məğlub edilməsi 1501-dir və hakimlik dövrünə aiddir, həm də 16-cı əsrə aiddir.
Şah dağ döyüşündə Cahanşah və müttəfiqinin qalib gəlməsi. Bu da 1460 15-ci əsrə aid olduğu üçün götürmürük. Səfəvilər dövləti Sınıq körpü döyüşündə qələbə qazanması. Sınıq körpü döyüşü 1618. Səfəvilər qalib gəldi, amma 17-ci əsr olduğuna görə götürmürük. Sufyan döyüşündə Osmanlıların məğlub edilməsi. Osmanlılar 1605-ci il Sufyan döyüşündə məğlub ediliblər. Ona görə bunu da götürməyəcəyik. 17-ci əsrdir. Şirvanşahlar dövlətinin tabe edilməsi. Bu 16-cı əsrdir. Şah İsmailin dövründə 1501 ilə götürə bilərik. Deməli 1-ə B, 2-yə C. Şirvanşahlar dövlətinə son qoyulması isə 1538-dir. Bu artıq sondu işğal idi. Tamamilə daxili müstəqillikdə ləğv edilir. Tabe edilməsini isə dövlətin yaranması ilə elə götürə bilərik. Növbəti 10-cu suala baxaq. Cədvəldəki hansı hadisələrin yerləri dəyişdirilərsə, xronoloji ardıcıllıq düzgün alınar. Xorasan ərazisinin ilk dəfə Səfəvilər dövlətinin birləşdirilməsi 1510. Mosula qədər Şərqi və Cənub-Şərqi Anadolu torpaqlarının Osmanlıların əlinə keçməsi 1514 Çaldıran döyüşü nəticəsində Osmanlı qoşunun Buğurt qalası yaxınlığında məğlubiyyətə uğradılması 1554. Toyğun bəy Qacarın Şəkinin ilk Qızılbaş hakimi təyin edilməsi, Şəki hakimliyinə son qoyulması ilə 1551. Heydər Mirzənin hakimiyyət uğrunda mübarizədə öldürülməsi 1586. Xronoloji ardıcıllıq düz olar. Biz 3 ilə 4-ün yerini dəyişdirsək. Rusiya Qacarlar müharibələrində Rus qoşunlarının qalib gəldiyi döyüşlərin xronoloji ardıcıllığını müəyyən edin. Həm müharibə dövrü, həm də ki Rusların qalib gəldiyi dövr. Müharibə dövrü Rus Qacar müharibələrində 1804-13, bir də 1826-28. Baxaq, Lənkəran döyüşü 1813-cü ildə olubdur və Ruslar qalib gəlibdir. Biz bunu götürürük. Sonra da xronoloji ardıcılığı soruşacaq. Quruqovu döyüşü 1809 Rus Qacar müharibəsi, daha doğrusu 1803-cü ildə Gəncə xanlığının işğalından əvvəl olubdu. Demək, hələ müharibə başlamamışdı. Baxmayaraq ki, Ruslar qalib gəlmişdi. Aslandüz 1812 Ruslar qalib gəliblər. Bunu da götürürük. Zəyəm 1805 Ruslar qalib gəliblər. Bu da müharibə dövrüdür. Götürürük. Qarababa döyüşü 1809. Burada Ruslar məğlub olublar. Bunu götürməyəcəyik. Deməli 1, 3, 4-ü xronoloji ardıcıllıqla düzsək, bu 1813, 1812, 1805-ci illər. Ardıcıllıq olacaq 4, 3, 1. C bəndi. Quba xanlığından fərqli olaraq Urmiya xanlığı Kartli-Kaxetiya çarlığı və Dağıstan feodalları ilə mübarizə aparmışdı. Urmiya xanlığında belə bir hadisə olmur. Dağıstanla mübarizə aparmayıb. Gəncə xanlığı üzərindən yürüş etmişdi. Urmiya xanlığı Gəncə üzərinə yürüş etməyibdi, götürmürük. Xatın-Arxı döyüşündə qələbədən sonra Qarabağ xanlığını asılı hala salmışdı. Xatın-Arxı döyüşü Məhəmməd Həsən xan Qacara aid, o da orada məğlub olmuşdu. Hacı Çələbiyə qarşı təşkil olunmuş ittifaqda iştirak etmişdi. Urmiya xanlığı iştirak eləməyib. İrəvan və Qarabağ xanlıqlarını asılı hala salmışdır. Qarabağı 1759-da tabe edir. Daha sonra İrəvan və Şəkini asılı vəziyyətə salıbdır. Urmiya doğru olacaq. Y. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edək. Şah Səfi, 2-ci Təhmasib, 2-ci Abbas. Səfəvi sərhədləri yaxınlığında Rusların qalalar inşa etməyə başlaması. Bu düşəcək Şah 2-ci Abbasın dövrünə. Baxaq, Şah 2-ci Təhmasib, 2-ci Abbas. 1653-62-ci illərdə onlar arasında toqquşmalar olmuşdu. 3-ə A gedəcək. Səfəvilərin Qars, Van və Axalsıq qalalarına hücum etməyəcəklərinə dair təminat verməsi. Bu Şah 1-ci Səfinin hakimiyyəti dövrünə düşəcək. 1-ə olacaq B. Qəsr-Şirin müqaviləsində 1639-da imzalamışdı. Osmanlı dövləti ilə sülh müqaviləsinin imzalanması. Osmanlı dövləti ilə Şah Səfi də imzalayıbdı. Şah 2-ci Təhmasib də imzalayıbdı Kirmanşah müqaviləsini. 4-ə gedəcək o. 4-ə C olacaq.
Kür çayından cənubda yerləşən Xəzəryanı vilayətlərin Səfəvi dövlətinə qaytarılması. Bu 1732 Rəşd müqaviləsidir. Bu ikinci Təhmasibin dövrünə düşəcək. Təhmasibdə idi, 3-də idi. İkinci Təhmasib 2-də idi. 2-yə D olacaq. Mərkəzi Ərdəbil olan Azərbaycan Bəylərbəyliyinin təşkil olunması 1593-də. Bu da Şah 1-ci Abbasa aiddir, heç birinə aid deyil. Doğru cavab olaraq biz burada götürə bilərik A bəndini. İkinci Rusiya Qacarlar müharibəsi dövründə baş vermişdir. Yəni 1826-28-ci illərdə. Sərdarabad döyüşündə Rus ordusunun məğlub olması. Bu döyüş həmin müharibədə olub, amma Rus ordusu məğlub olmayıb, qalib gəlmişdi. Ona görə səhvdir. 1827-ci ildə Sultanbud döyüşündə Qacar qoşunlarının qalib gəlməsi. Bu 1812-dir. 1812. Bu müharibəyə aid deyil. Qubada xanlıq idarə üsulunun ləğv olunması 1810-cu ildir. Bu da səhvdir. Təbrizi idarə etmək üçün müvəqqəti idarənin yaradılması 1827. Bəli, Təbriz tutulandan sonra ruslar tərəfindən yaradılmışdı. Axalsıq Paşalığın ərazisinin bir hissəsinin Rusiyaya ilhaq edilməsi 1829 Ədirnə müqaviləsinə aiddir. Doğru cavab D olacaq. Abbas Mirzənin başçılıq etdiyi Qacar qoşunlarının əsas hissəsi xəyanət nəticəsində məğlub edildi. Bu məğlubiyyət Qacarların Qafqazdakı nüfuzuna ağır zərbə vurdu və müharibənin taleyini həll etdi. Abbas Mirzə Şuşanın mühasirəsindən əl çəkib Arazın sağ sahilinə keçdi. Şah qoşunu rusların işğal etdiyi Azərbaycan torpaqlarını tərk etdi. Söhbət 1826-cı il əsas həlledici döyüş olan Gəncə döyüşündən gedir. Bu dövrdə 1826-cı ildə Gəncə döyüşündə Qacarlar bu sadalanan səbəblərdən məğlub olaraq geri çəkilmişdilər. Müharibənin taleyi də bu döyüşdə həll edilmişdir. Cavab budur, D bəndi. 16-cı sual. Türkmənçay müqaviləsindən fərqli olaraq Kirmanşah müqaviləsinə aiddir. 1732 Kirmanşah müqaviləsidir. Türkmənçaya aid olmasın deyir. Araz çayından şimaldakı ərazilərin Osmanlı dövlətinə verilməsi bəli var. Araz çayının müqavilə imzalayan dövlətlər arasında sərhəd xəttinə çevrilməsi bu olubdur. Türkmənçayda sadəcə ruslarla Qacarlar arasında, Kirmanşahda isə Səfəvilərlə Osmanlı arasında. Oxşar cəhətdir. 1723-cü ildən sonra tutulmuş Səfəvi torpaqlarının tamamilə qaytarılmasının nəzərdə tutulması bu 1733 Bağdad müqaviləsinə aiddir. Xəzər dənizinin Rusiyanın daxili dənizi olduğunu tanınması. Bu Gülüstan Türkmənçay əsas müqaviləsinə aiddir. Daxili dənizi olduğunu Qacarlar qəbul edirdi. Kirmanşaha aid deyil. Tiflis və Dağıstan üzərində Osmanlı hakimiyyətinin saxlanılması. Osmanlı hakimiyyəti Tiflis və Dağıstan üzərində bu da Kirmanşah müqaviləsinə aid olacaq 1732-ci ildə. 1-5 cavab A bəndi olacaq. Qarabağ xanları Pənahəli xan və İbrahim Xəlil xanın fəaliyyətinə aid ümumi cəhətlər. Pənahəli və İbrahim Xəlil xan. Şəki və Şamaxı xanlıqlarının birləşmiş qüvvələrinin məğlub edilməsi. Bu 1748-də Bayat savaşındadır. Təkcə Pənahəliyə aiddir. İbrahimə aid deyil. Gəncə və Naxçıvan xanlıqlarını Qarabağa birləşdirmə siyasətinin aparılması. Bəli, hər iki xan da Gəncə və Naxçıvanı tabe etmişdir. Xristiyan Alban mənşlərinin mərkəzi hakimiyyətə tabe etmək siyasətinin aparılması hər iki xanda da olubdur. Baxmayaraq ki, separatist siyasət yeridirdilər onlar. Qaradağ və Təbriz xanlıqlarının Qarabağ xanlığından asılı hala salınması. Bu artıq İbrahim Xəlilə aiddir. Pənahəliyə aid deyil. Quba xanlığına qarşı mübarizə aparılması da İbrahim Xəlilə aiddir. Pənahəliyə aid deyil. Cavab 2-3 D bəndi olacaq. 18-ci sual. Rəşd Gəncə Gülüstan müqavilələrinə aid ümumi cəhətdir. 1732 Rusiya Səfəvi, 1735 yenə Rusiya Səfəvi, 1813-cü il Rusiya Qacarlar arasında imzalanmışdı. Xəzəryanı bölgələrin Səfəvi dövlətinə qaytarılması, Səfəvi dedik ki, Gülüstanda artıq yox idi. Rus qoşunlarının Terek çayından cənubdakı Xəzəryanı bölgələrin Səfəvi dövlətinə qaytarılması Rəşd və Gəncədə olub sadəcə.
Rus qoşunlarının Terek çayından cənubdakı Xəzər sahili vilayətlərdən çıxarılması bu təkcə Gəncə müqaviləsinə aiddir. Osmanlıya qarşı birgə mübarizə haqqında razılıq əldə olunması heç birində belə mübarizə sadəcə Rəşd müqaviləsində var idi ki, Osmanlı bu əraziyə buraxılmamalı idi, tərk edilən Rus ərazilərinə. Rusiya tacirlərinə güzəştli ticarət hüquqlarının verilməsi, bəli, bu hər üç müqavilədə də var. Rusiyanın Cənubi Qafqazda ağalığının təmin olunması Rəşd və Gəncədə əksinə olubdu. Ruslar Cənubi Qafqazdan çıxarılırdılar. Yəni aid deyil. Cavab D. 19. Rusiya-Qacarlar müharibələrinin ilk mərhələsindən fərqli olaraq ikinci mərhələsində yenə keçdik Rus-Qacar müharibəsinə. Rusiya qoşunlarının İrəvan xanlığı ilə mübarizə aparması. Rusiya qoşunları İrəvan uğrunda mübarizə aparması bizdən soruşulur. Hər ikisində də olubdu. Birinci Rus-Qacar müharibəsində 3 məzin qəmərli döyüşlərində məğlub olmuşdur Ruslar. İkincidə isə İrəvanı ələ keçirmişdilər. Səhvdir. Qacar qoşunlarına Abbas Mirzənin rəhbərlik etməsi hər ikisində də olubdur. Şəki, Şamaxı və Lənkəranda xan hakimiyyətinin olunması. Yəni ikincidə bərpa olunubdur. Birincidə isə Şəki, Şamaxı xanlıqları, həmçinin Lənkəran xanlığı işğal edilir və orada xan hakimiyyəti bir müddət saxlanılırdı. Yəni ləğv edilməmişdi ki, bərpa da olunsun. Bunu çıxırıq. Bizdən də elə ikincinin fərqini soruşduğuna görə biz bunu doğru cavab kimi götürəcəyik. Bakı xanlığının ləğv olunaraq Rusiyanın əyalətinə çevrilməsi elə bu birincidə olmuşdu 1806-cı ildə. İrəvan və Naxçıvan xanlıqlarının ləğv olunaraq ərazisində qondarma qurum yaradılması, bu da müharibə bitdikdən sonra, baxmayaraq ki 1828-də baş verir, amma müharibə bitdikdən sonra. Doğru cavab C. Osmanlı dövləti ilə diplomatik əlaqələr saxlamış xanlıqları müəyyən edin. Şəki xanlığı saxlayıbdı diplomatik əlaqələr. Hacı Çələbi elçi göndərmişdi. Həmçinin Gəncə xanlığı da öz elçisini göndərmişdi. Bir də İrəvan xanlığı. İrəvan, Gəncə, Şəki 2, 3, 4 Osmanlı ilə əlaqələr saxlamışdı. 18-ci yüzilliyin əvvəllərində Azərbaycanda ilk üsyan başladı. Əhali dövlətin şimal sərhədlərini qorumaq müqabilində xəzinədən maaş alırdı. Bəylərbəyliyinin özbaşına olaraq ödənişi dayandırması onların qəzəbinə səbəb oldu. Buradakı narazı əhali də üsyançılara qoşuldu. Üsyanı yatırmağa cəhd edən Bəylərbəyi Həsənəli xan özü məğlub oldu. Malikanəsi qarət edildi və öldürüldü. Mənbədə bəhs olunan üsyanın baş verdiyi ərazi bu Car Balakəndə baş veribdi və sonra da Şirvana da yayılmışdı. Səfəvi Bəylərbəyliyini soruşur bizdən. Bəylərbəyi həmin ərazi isə Şirvan Bəylərbəyliyinin ərazisinə düşürdü. Həsənəli də Şirvan Bəylərbəylidir. Cavab B. Əlqas Mirzə və Həsənəli xanın fəaliyyətinə aid oxşar cəhətdir. Səfəvi hökmdarı Şah 1-ci Təhmasibə qarşı qiyamda iştirak etmələri Əlqas Mirzəyə aiddir. Həsənəli xan isə üsyanı yatırmağa çalışıbdır. Mərkəzi hakimiyyətə qarşı qiyam qaldırmaları qeyd etdik. 1547-ci ildə Əlqas Mirzə qardaşı Şah 1-ci Təhmasibə qarşı qiyam qaldırmışdı. Mərkəzi hakimiyyət tərəfindən Şirvanda Bəylərbəyi təyin olunmaları hər ikisinə aid olacaq. Rusiya işğalı əleyhinə çıxışlara rəhbərlik etmələri heç birinə aid olmayacaq. Osmanlı sultanı tərəfindən müstəqil Şirvan hakimi kimi tanınmaları bu Hacı Davuda aiddir. O da müstəqil deyildi. Osmanlıdan asılı vəziyyətdə idi. Belə təkcə C olacaq doğru cavab. Urmiyalı Fətəli xan Əfşarın tabe etdiyi xanlıqları müəyyən edib. Yəni bizdə şimal və cənub xanlıqları göstərilibdir. Bunu rahat yadda saxlamaqdan ötürü Urmiyalı Fətəli xan cənub xanlıqlarından yalnız Maku və Ərdəbil xanlıqlarını tabe etməmişdir. Burada cənub xanlıqlarından Ərdəbili görürük ki, tabe etməyibdir. Maku isə verilməyibdir. Deməli, cənub xanlıqlarından qalanları tabe edilibdir. Şimali Azərbaycan xanlıqlarından isə Qarabağ, İrəvan və Şəki. Qarabağ, İrəvan və Şəki də burada yoxdur. Onları tabe etmişdir. İndi baxaq bir-bir. Qaradağ Cənub xanlığı idi və tabe edilmişdi. Marağa da Cənub xanlığı idi və tabe edilmişdi. Quba Şimal xanlığıdır, tabe edilməyib. Şamaxı da Şimal xanlığıdır, tabe edilməyib. Xoy isə Cənub xanlığıdır, tabe edilmişdir. Növbəti suala keçək. 24-25-ci suallar.
Səfəvilərin hakimiyyəti dövründə fəaliyyət göstərmiş rəssamları müəyyən edin. İskəndər bəy Münşi Şah 1. Abbasın tarixçisi olmuşdu. Tarixi Aləmərayı Abbasi, dünyanı bəzəyən Abbasın tarix əsərini də yazmışdı. Sadıq bəy Əfşar bu naturalist rəssam olubdu. Sultan Əhməd bu Təbrizdə miniatür məktəbinin əsasını qoymuşdu. 16-cı əsr. Əbdülqadir Marağayi musiqiçi olmuşdu. Kemaləddin Behzad da rəssam olubdu. 1522-ci ildə Təbrizdə, Təbriz kitabxanasına, Şah kitabxanasına rəis təyin edilmişdi Şah 1. İsmail tərəfindən. 2, 3, 5. 17-ci əsrdə Səfəvi dövlətinin zəifləməsinin səbəblərini müəyyən edin. Daxili xarici səbəblər var idi, siyasi iqtisadi səbəblər var idi. Baxaq, xarici ölkələrə verilmiş kapitulyasiya hüquqlarının genişləndirilməsi bu Osmanlı dövlətinə aiddir. Məmur özbaşınalıqları, mülki bürokratiyanın fırıldaqçılığı və rüşvətxorluğunun adət halını alması, bəli bu doğrudur, daxili siyasi səbəbə aid götürə bilərik. İpək yolunun tarixi əhəmiyyətini itirməsi, bu da aiddir xarici səbəbə. Böyük coğrafi kəşflər nəticəsində Səfəvi və Osmanlıdan keçən İpək yolu əhəmiyyətini itirir. Bu da hər iki dövlətin iqtisadi cəhətdən zəifləməsinə və böhrana səbəb olur. Muzlu qoşunların və qulamların bir sıra qadağalara əməl etməməsi. Muzlu qoşunların və qulamların belə bir hadisə olmayıbdı. Bunu Osmanlıda buna bənzər yeniçəriləri götürə bilərdik ki, onlara qoymuş qadağalara əməl etmirdilər və s. Dövlət idarəetmə aparatına səriştəsiz şəxslərin yol tapması, bəli bu da daxili siyasi səbəbə aid olacaq. 2, 3, 5. Xronoloji ardıcıllığı müəyyən edin. Qızılüzən və Kür çayları arasında yerləşən ərazilər hesabına Azərbaycan bəylərbəyliyinin yaradılması. Bu 1593-cü ildə mərkəzi Ərdəbil olan Azərbaycan bəylərbəyliyi Şah 1. Abbas tərəfindən yaradılmışdır. Qusar rayonunun Həzrət kəndində Şeyx Cüneyd məqbərəsinin inşa edilməsi 1544-cü ildə inşa edilmişdir. Kemaləddin Behzadın Səfəvi sarayında kitabxana rəisi təyin edilməsi bayaq qeyd etdik 1522-ci ildə Şah 1. İsmail tərəfindən. Xronoloji ardıcıllıq da 3, 2, 1 belə olacaq. Uyğunluğu müəyyən edin. Səfəvilər dövləti 16-cı əsrdə vəkil, vəzir. Dini idarələrə başçılıq edirdi. Dini idarələrə sədr başçılıq edibdi. İlk Səfəvi şahları dövründə şahdan sonra dövlətdə ikinci nüfuzlu şəxs olması bu vəkilə aid olacaq. Şahın hərbi və dünyəvi işlər üzrə tam hüquqlu müavini olması. Hərbi və dünyəvi işlər. Dini və dünyəvi işlər üzrə hüquqlu müavin desəydi, dini və dünyəvi, burada qeyd edilibdir. Dini və dünyəvi işlər üzrə şahın müavini olması bu vəkilə aiddir. Amma hərbi və dünyəvi işlər üzrə belə bir vəzifə olmayıbdır. Mülki işlərə əsasən maliyyə məsələlərinə başçılıq etməsi bu vəzirə aid olacaq. 1-ə B-yə, 2-yə D. Deməli, mətn situasiya verilibdir. İmperator həzrətləri məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə Şahənşahın vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneçiliyi olmadan onların satılıq malına və ya əmlakına, əşyalarına hər hansı gömrük və vergi qoyulmadan, deməli, bura qədər saxlayaq. Şahənşahın vilayətindən Rusiyaya sərbəst keçmək. Söhbət Qacarlarla Rusiya arasında bağlanmış müqavilədən gedir. Hansı müqavilədə ki, orada Qacarlar ərazisindən Rusiya əhalinin köçürülməsi, hansı əhalinin ermənilərin köçürülməsi. Ermənilərin köçürülməsi də hansı sulh müqaviləsində var idi? Türkmənçay müqaviləsindən gedir söhbət. Tərpənən mülkiyyətini aparmaq və satmaq üçün 1 il vaxt verilirdi. Bəli. Tərpənməz mülkiyə gəldikdə isə onun satılması və ya onun haqqında öz xoşuna sərəncam verilməsi üçün 5 illik müddət müəyyən edilir. Ermənilərə güzəştlər edilirdi. Lakin bu bağışlanma qeyd olunan illik müddət başa çatana dək məhkəmə cəzasına düşən günah və ya cinayət işləmiş adamlara şamil edilmir. Biz bu mətnlə bağlı dərsliklərdə rast gəlmişik 11-ci sinif və ya 9-cu sinif dərsliklərində əsasən 11-də verilibdir. Bu hissə verilməyibdir. Məhkəmə məsələsi. Ancaq 1 il vaxt verilməsi, 5 illik müddət verilməsi bu bizim dərsliklərimizdə var demək olar ki, bu mətn söhbət Türkmənçay müqaviləsindən gedir və ermənilərə güzəştlərin verilməsindən gedir. Baxaq
Mənbədə bəhs edilən müqavilənin adını yazın. Hamı artıq bilir bunu. Türkmənistan müqaviləsi. 29-cu sualda nə deyir? Mənbədə bəhs edilən köçürmə siyasətinin əsas səbəblərindən birini yazın. Bir dənəsini istəyir bizdən. Köçürmədə bir çox səbəblər var idi. Xüsusən Azərbaycan müsəlman əhalisi idi əsasən və rusların Azərbaycanlılara etibar etməməsi, ona görə xristian əhalini bura köçürdürdü. Bu bir səbəb ola bilər. Gələcəkdə öz işğalçılıq, təcavüzkarlıq siyasətindən, məqsədindən ermənilərdən istifadə etməyi də nəzərdə tutulurdu. Bu səbəblər əsas səbəblərdir. Digər səbəblər də var ki, düzdür. Bu kitabı nəşr edənlər cavab olaraq qeyd etməyiblər cavab kağızlarında. Ancaq ümumi biz rusların köçürmə siyasətini dedikdə 19-cu əsrin birinci yarısında xristianlaşdırma siyasətini qeyd edə bilərik səbəb kimi. Bu zonanın yaradılması kimi götürə bilərik. Sonra öz xəzinə gəlirlərini artırmaq, bölgənin iqtisadi fəthini gerçəkləşdirmək niyyətini götürə bilərik. Yəni bunlar da digər, yəni əslində ermənilərin köçürülməsini digər səbəblər kimi götürə bilərik. Sonra mənbədə bəhs edilən prosesin nəticələrindən ikisini yazın. Yəni nəticə olaraq ermənilər Azərbaycanın, Şimali Azərbaycana köçürülməyə başlandı. Şimdi bu ərazidə əsasən Qarabağ, İrəvan və Naxçıvan bölgəsində ermənilərin sayı artırıldı. Azərbaycanlı əhali öz torpaqlarından məhrum edildi. Ermənilərə verildi əsas münbit torpaqlar. Ermənilərin həm Şimali Azərbaycana, həm də Qacarlar dövlətinə əks tərəfə də köçməsinə icazə verildi. Həmçinin Naxçıvan və İrəvan ərazisində Çarın fərmanı ilə 1-ci Nikolay fərmanı ilə 1828-ci ildə qondarma erməni vilayəti yaradıldı. Bunlar doğru cavab olacaq. Sağ olun, dəyərli dostlar. Növbəti izahlarda görüşərik.